Aşağı razı. Nətərsə. Burada da yaxşı olmağa çalışırım. Tək yaxşı olsa. Mahidən ayrıldı. Niyə? Ay bacı, dostu tanışı tutub, içkidən içir, başlayır ağzına gələn danışmağa. Ona mən o geçir. Bakıdasan rayonda. Bakıdayım. Şeydə WhatsAppda yazacağım sənə. Burada yazmam da. Şeydə cavab verərsən mənə. Yaxşı, yaxşı. Oldu canım, mən öpdüm. Tamsa ne güne düşürü. Allah'ım bana da verirdi. Bu tullantıda verirdi. Bu da tullantıda verirdi. Dükkana gidebilirim. O zaman böreğim gelir. Bura neyle başlamıştı? Altı suda. Çöynədən qalan su içim cəhənnəm. Sürəkdir. Nə zəhərləm, nə qalarım. Başka sığınacaqdı, hə. Su da yox, mən nə varım, nə tərəyim. Hara gedim mən? Salam, xoş gəlmişsiniz. Axşamı xeyir Azza. Axşamlı xeyirəm. Nə varsa Reyim? Ay bacıyım olar, köhnə olar, nə varsa? Ay cəhənnəm olsun, ağayım dükkana gedə bilməm, tanımıram, eləmirəm. Gənə burada olanda şərəfsiz gedirdi. İndi mən tanımıram buram, hara gedim, gedirəm, azaram, qalaram. Köhnədir, bacılar çoxdandan da deyirsən, zəhərlənir eləyərsən, bilən də olmaz orada. Hə, baharçanlandır. Qalır. Suyu da dilim ağzım qurudu, su. Salam bacı. Salam Hürriyem. Burada da su yoxdur ki, çay qoyam, kofi içəm. Bilmirəm. Başqa sanacaqdasan? Gələndə yoldan nə salardın da Ürəyim? Orada qalan hamısı köhnədir, onlarla hər yer eləyərsən, bilməzsiniz. Canım, Allah heç müalicələrimi, bayaq da müəllimə dedim ki, Allah heç müalicələrimi birini də atmamışam. O da deyir, atəyə günü-gündən pisləşirsən, günü-gündən arıqlayırsan sən deyir. Pisləşsən, qalarsan belə deyir. Macıq eləyirsən ki? Görmədin nə təbii qruplaşma getdi, üstümə gəldilər. Gördüm, Aylas, gördüm. Hamısını yaxşı gördüm. Dərdləri nədir bilmirsən? Dəftər yox, bilirsən nədir? Zarı da sən tərəfə qaldırırlar, fikir versən. Kimsəsizəm. Başa düşürsən? Kimsəsizəm. Mənim qardaşım olardı arxamdan, güclü ərim olardı, helələrin ağzını cırardı. Düz Ürəyim, düz, ağlama. Can bacı, can. Allah Mən belasını niyə versin. seçmişdim ki Mahiri? Nəyə görə seçmişdim ki? Uşaqdır, bəli, anlayıram, başa düşürəm. Mən onu pişim-pişim eləyirdim, əskərə gəlsin, bəlkə düzələcək, bəlkə bir şey eləyəcək. O mənə neynədi ki? Onunla qeyri-mümkündür barışmağım. Qeyri-mümkündür. Mən qıza inanıram, ona inanıram.
Hamısı arxamdan vururlar. Nə niyyətdən aparmışdım mən evinə? Nə niyyətdən? Niyyətim nə idi? Her kimdi? Bir insan istərlə oynamaq böyük bir günahdır. Allah haqqı. Hamısı yıxdılar, sürdülər. Hamısı da canlıda belə qanda olanda hə istənib demişəm də nə olar ki? Hə, onu sən Allah fikir verirsən, verdilər evlərə. Ne deyirlər? Adam əsəbləşir də, neyniyəsən? Əsəbləşəndə heç özün də bilmirsən, nə danışırsan. Çünki mən xəttə qoşmadılar, bir şey eləmədilər ki, Zəkçegil orada olanda. Qoşmadılar ki, şey eləyəm, sözümü deyəm. Olur da insana, nervli başdır, ağıldır. Mən çox söz deyə bilərəm. Mənim psixolojim pozulub, təmiz mənim başım qalmayıbdır. İnanırsınız, təmiz başım qalmayıb, gücü qaldıra bilmirəm. Hamı deyir arzu, güclü qadınsan, qalxarsan, yox da gücüm qalmıyor. Qalmıyor, günü gündən baxın çöpə dönürəm, günü gündən çöpə dönürəm. Çörək yeyə bilmirəm. Yemək yemirsən, ax. Dərmanlarını iç. Ay arzu, heç kim acıq eləmə balaca. Dərmanlarını iç. Hakikaten 8. çıxanda nəsə qalır. Az işdən çox çıxar ürəyim. Dərmanlarını iç. Özünə fikir ver. 100 dənə mahir kimi sənin bir dənə baxışına qurban. Burada yazırlar ki, sənin şəklini qoyub ağlayır. Niyə? Niyə? Səbəb nədir? Sən kimin qapısına getmirsən saat 4-də 5-də ki, mən arzunu istəmirəm, səni istəyirəm, 5 manatda sən kartına pul atıblar. Deməli, sən kimə satırsan ki məni? Bir dənə də status telefonda bir dənə səhifəsində paylaşım eləyib. 2 dənə maşında bir odur. Qabaqda bir qız oturub, bir də şoferdir, bir də onun yanında öldü. TikTok'dan götürübdü, odur, TikTok'dan götürüb. Ha, şu başını deyir. Sən qısqandırmaq istəyir yəqin dəlisi. Vallahi qısqanacaq. Mən qısqanırdım, bəli, it kimi qısqanırdım. Mən 2 qızın yanından çəkib gətirmişdim onu. 2 qızın yanından. Niyə bilmədi? Bilmədi. Heç hamı deyir ki, xəyanətə bağışlamaram. Valla sevginin ucu, sevgi varsa, əgər itirmək istəmirsən, sevgi varsa xəyanətə bağışlayın. Mən ikisinin də xəyanətini bağışlamışam. Amma onun axırım bu gündədir. Nə olsun? Atın onunla getmədi. Yox, neynirəm? Gördün mən nə danışdım orada? Lazım deyil. Mən valideyn elə bu günə salmayıbmı? Mən körpəlikdən lazımdır. Mən 34 yaşım var. Mən qorumağa ehtiyac yoxdur. Yaxşı, burada deyirsən ki, Mahir belə Mahirə. Və Mahirin anasıyla, dədəsinə cütləşmişsiniz. Niyə? Bunu vaxtında eləyərdiniz də, nə? Mamam Zəkiyə ilə də öpüşür, görüşür. Bəhrəm də dədəmlə öpüşür, görüşür. Onlar sənin vaxtında arxanda durmalıydılar ki, sən bu boyda düşməyərdin. Bəndən mən onu deyirəm də. Yaxşı, bir insanı qəbul eləmirsən, heç dədəsinin, nənəsini də qəbul eləmə də, danışma da. Onun törəməsinə getmişəm də, əmisidir, o da əmisi arvadı. Niyə danışıb gülürsən baratdan sonra? Sözüm sənədir. Arzu, sən onların uşağısan, ya götürüb saxlayıblar səni. Vallahi bilmirəm, mən də belə baxıram ki, şübhə yaranır. Deyim, qayrətdir, ayrıyım, sən də orada. Deyirəm, mən anamla şübhələndim. Mən Allahdan qorxum, Allah mən demirəm, deyənlər deyir, mən kimsin qapısına gedib, yox, özü də təsdiqlədi, zil qapısına getməmişim, amma kartıma 5 manat atıbdı. Şöyle qadınlara başır. Yoldan gedənə 5 manat pul istəyir. Lazım idi ona.
Anlatmışdı. Zalında elə bil öz kartını paylaşmışdı. Leo'da da onun kartı mən bilən. Oradan kimsə dedi misafirə qoşmayan. Qoşdular misafirə. Dedi mənə kapital kartı ver. Şimdi bölümdəki oğlanın kartını verdi. Sonra misafirə qoşulan oğlan qayıtdı. Ev tanırsan heç, ölürsən heç. Araq pulu dilənirsən, oturub burada. Ay şərəfsiz. Eləmişəm də dünən bax çift gəlib. Gör nə halda. Hələ bu yaxşı videodur. O dalaşmalar bir şey eləmədi. Gördüm ha, baxdım. Telefonda var, çıxdı rastıma. Prosto mən də atdan yazdım ki, heç kəs ona pul atmasın. O, onun bölümündəki diləndirir onu. O kartı yoxdur. O dostun kartıdır. Hə. Bax görürdün ki, ehtiyaclarına görə onu qabağa vermişdi. Bəli. İndi deyirlər ki, sənin şəklini qoy profilə. Girişdə də sənin şəklini qoy. Keçdi. Mahir, keçdi ücə. Keçdi. Əziyyətini çəkirəm. Bəli, sənin üstündə bu qoyda yıxılıb sürünmə. Əski kimi. Başa düşdün? Bunu da tabii Sən orada hamlatdın, Mahiri tutdun. Bəli, indi haqqım yoxdur mən onlara üzün qayıtmağa. Mahir atasına qiymət qoymayan başqasına qiymət qoymaz. Xeyr, elə də deyil də ürəyim. Elə də deyil. Yo, Mahir Arzunun sözündən gedirdi, sözüncü hiss eləyirdi də, baxırdın ki, canlıda zadla. Amma sonra niyə döndüsə, döndü də, sonra döndü. Niyə elə oldu? Sonra o tərəfə getdi, gəldi, nağardı, gedə şirə döndü. 4 ay mənim yanımda qaldı, bu 4 ay onun içki nəri dilinə dəymədi. Bir yerdə canlı açırdınızlar, görürdüm. Yox, adam Allahdan danışır. Allah var başımın üstündə, yoxsa başıma daş salır. Mənim yanımda qalan müddətlərində o içki içmirdi. Görmürəm, Targovaya gedirdik, oraya gedirdik, bura gedirdik, paylaşırdı. Amma ki, belə sonra nə oldusa sonra oldu, baxdın. Sonra oldu, nə oldusa sonra oldu. Bəlkə əməl eliflər, bəlkə dəlil salır türlərə. Araq sənə əməl batır. Niyə batmır səndə? Niyə batmır? Mən adaptörümdə götürüb aparır, qalmışam adaptörsüz. Hə, mən nə qarayacam? Zaretkada qutuyacaq, nə qarayacam? Ürün partda, 4 divarın arasında, çarjı partda. Təksən orada yaradın. Hə. Öt tutubsan. Yox, sığınacaqdan da. Tükana da gedirmirəm, tanımıram, eləmirəm. Gedirəm, azaram, qalıram. Şəhərdə ya ki, rayonda yapsan. Şəhər. Onlar da adaptördür, onlar. Valla girdim, soysun, burada hamısı iPhone işlədir. Mənim iPhone-um var. Burada mənim həyatım, mənim padruqamsan, canım ciyərim. Narahat olma, yeməyəcəm, içməyəcəm, sənin 60 manatını göndərəcəm. Biraz səbir ol. Oy. Biraz səbir ol. Nə olar, gecikdirmişəm də, 60 manat kreditimdə gecikdirmişəm. Səbir ol, yeməyəcəm, içməyəcəm, sənin pulunu göndərəcəm. Narahat olma. Bir də iş tap da, gündəlik işdə yatdı, tap işdə gün 15 manata ya da. Valla, mən Bakıda qala bilmərəm. Ay quzum, sən qurban olma. Ayda bir dəfə gələcəm həkimə. Həkim resept yazacaq, dərman yazacaq. Almalıyam. Mən 300 manat evə verim, dərmanıma verim, yoxsa yeməyimə verim. Yoxsa bir 5 manat. Sən rayona getməksən, ürəyim, rayonda geçdirməksən. Mən getmək istəyirəm, rayona getmək. Çünki mən kişi xeylağım yoxdur ki, burada qalam ki, artıq nəysə gətirəm. Mən uzaqbaşı mənə də iş versinlər 400 manatlıq, lap 500 manat. Sən bir planını, həm kirayəni, həm boğazını ödəyənməzsən, əmrəm. Mən burada verəmmərəm, yox. Yox, verəmməzsən. Baxın, övüzə gedirsən. Evə yox. Mən prosto bugün işdə danışmıyorum. Bax da dedim ki, mən kafedə işdə danışmışam, evdə danışmışam. Padruqam var, kök vaxtı olanda həmişə atam məni evdən qovanda o qızın yanına qaçmışam. Nə bilim, kömək olubdu. İndi o qızla 2 gündür danışıram, gedə bilmirəm. Mənim deyir ki, yox, sən rayona getdin, məhv olasan, öləcəksən. Hardansa bir yerdən başlamalısan, ürəyim, hardansa bir yerdən başlamalısan.
Mən çünki orada başlamaq istəyirəm. Nəyə görə? Hamı da elə bir ki, Mahirlə gedirəm. Aralı Mahir deyilən bir şey yox deyil mənim həyatımda. Ne oldu be? O nasıl telefonla? Atam deyir ki, sən Mahirlə gedirsən deyə, sən qovduracam Bərdədə. Bax, danışa bax. Mən deyirəm, burada Mahirlə gedəsəm, elə burada da barışaram da Mahirlə. Birləşərəm, çəkirləşərəm, işdə tapıb işləyərəm. Ay sağ ol. Bu asker işi ne oldu gidecek? Vallahi bilmirəm, o qəfildən tutulacaq, heç mən maraqlı da deyil. Bir dənə ürəkdə ölçüsü qalmışdı. 10 gündən sonra gidəcəm deyirdi abi səfər. Ay yalan deyir. Ay başına dönüm yalan deyir. İşte bu ay gözü gitmesi kaldı 3 aydan sonra aprelde. Ne bilim. Hələ o ürək döyüntünü gedib yoxlatmıyordu. Bu gün yaxşı idi axı xəstəxanaya gedirdi səndən yaxşı danışdı. Sonra niyə arazdaydı? Hə, Arzu, düz deyirik. Və o xəstəxanaya gedəndə görüntülü canlaşmışsınız, siz bir. Sən də ay ürəyim, ay canım belə danışdınız. Dedi ətimi tökmədi. Baxırdım. Bilsən nətər oldu? Hə, bunu şeylədim. Mən Zaksa 50 manat pul yığılmışdı. Daha doğrusu daha da yığılacaqdı 100 manat. 50 manat pul yığıldı. Mən də dedim ki, Mahir, bu Zaksın pulda üstünlə davafqa eləyərik, gedərik də. Həm yol pulu 36 manat, həm 15. Mahir apardı, onu içkiyə qoydu. Mənə də yalandan dedi ki, filan yerdə paltarını götürəcəm, gələcəm. Dedim, mən yaxşı. Mahirin səsi binədən gəldi. Yalan, gerçək bilmirəm. Binədən gəldi. Dedi, binədən. Apardı, onu qoydu arağa dostlarını. O xəyal deyirəm, orada da səsləndirdim. Xəyal və yaxud da ki, masazırda qaldıq uşaqlar. Gedib onlarla yiyib içib gəlib ayından bəri üstümə qalır lüt. Atası da ki 18 manat pulumu çəkib yiyibdi. İndi bəxtliyə ki 25 manat sana Zaksa pul vermiş. Mənə vermişsən sən 2 qatını gətirib vermişəm özünə. Bu bir. Hə, onun üstündə vermir. Haram xoca. Xəstə qızın haqqını heç kəs yeyə bilməz. Heç kəs. Mən onun nə əziyyədim. Bir üzüm tüpürdü, bir üzüm... Ay sağ ol. Canlıda nə sıfatdan yağdım. Sildim, yığdım. Heç kəs ya Mahir yeyə bilməz, ya dədəsi yeyə bilməz. Eyb yox. Neyse geldim. Getdik. Bankomata gedəndə görüntülü, özünüz də gördüyün kimi canlaşmışdım. Canlıma gəldi görüntülü PKM-yə danışmaq, söhbət. Gene de WhatsApp'da görüntülü falan. Getdik orada şeylədi. Yemək, içmək, hər şey. Quzum, buradan keçmişəm, qan qrupundan gözlərim, analizin cavabını gözləyirəm falan bəyəm. Dedim, hə, ömrüm gözlə. ATV-yə gəldi. Ha, içib gəlməmişdi. Bu mən birinci reklamda gördüm bundan araq isi gəlir. Abi qardaş, bu arağı nətər keçirdi? Bu qoyunun nətər keçirdi? Axı bunu yoxladılar, buraxdılar. Bu necə ki, bundan nətər ispirti isi gələ bilər? Onun üstündə yuvalım dəyişildi. Dedim, mən yox deyirəm. Birinci gördüm müəllim mən qulanma dedi orada. Dedi, ayrılmaq istəyirsən? Dedim, hə. Birinci mən qulanma dedi. Bir dəqiq dedim, hə. Всё. Deyəndən sonra başladı. Bu qadınla niyə savaşırsan? O sənə nə deyib ki, bir dənə var sarı saç. Radədir, nə deyirsən? Nə bilim. Mən onu bacı bildim, ona arxa bildim, ona dayaq bildim, ona hər şey bildim. Nə bilim, o arxamdan mənə zərbə vurdu, çox udar vurdu. Onu da deməyəcəm. Heç kimə inanmayın, heç kimdə haray yoxdur. Gənə də sağ olsun. Hə. İndi bax Sevil. Bax, quraqdan bax Sevil. Maşar atmaqdan nə oldu ki, ciyə? Nə oldu? Nə verdilər əlinə? At. Allah böyükdür. Keçən il də bu vaxtı maşar atdılar Rəcəb ayın günündə. Bu vaxtı da. Allah'a sığınmışam. Allah'a sığınmışam. Başqa heç nə deməm. Bu kəssiz, başsız qadının ah naləsini, girəni Allah sən özün bil. Sən onun əzizlərindən çıx. Heç nə demirəm. Onun üçün şəhər